Qanlı cinayət hadisəsi Sabunçu rayonunun Maşdağı qəsəbəsində qarşısında dayandığımız bu fərdi yaşayış evində qeydə alınıb. Məlumata görə 16 yaşlı yeniyetmə aralarında yaranan mübahisə zamanı 45 yaşlı atalığı Emil Əliyevi bıçaqlayaraq qətl yetirib. Daha sonra həmin yeniyetmə cinayət aləti olan bıçağı hadisədən yanmaq üçün gördüyünüz bu kanalizasiya quyusuna atıb. Gecə buradan keçəndə gördüm qapıda qonşular qalıb. Uşaq da gör nə yerə çatıb ki, bu işi eləyib də. Yəni hər kəsin əlinə gələn bir şey deyil də. Amma çox yaxşı uşaq idi. Mən öz payıma heç inanmazdım ki, belə bir ailədən belə bir uşaq çıxada. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.